Hər vaxtınız xeyir Futqaz TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov, Deməsən Olmur layihəsinin yeni buraxılışı ilə qarşınızdayıq. Bugünkü buraxılışımız eksklüziv buraxılış da adlandırmaq olar buraxılışımızı. Çünki son günlərdə Azərbaycan futbolunda çox önəmli bir xəbər, geniş əks-səda doğurdu. Belə ki, futbolumuzun veteranlarından Zaur Ramazanov və Alim Qurbanovun Türkiyəyə səfəri, İstanbula səfəri çərçivəsində Xəzər Lənkəran klubunun sabiq prezidenti Mübariz Mənsimovla görüşü və bu görüşdən sonra sabiq prezidentin sosial media hesablarından etdiyi paylaşım Lənkəranlı azarkeşləri Azərbaycan futbol ictimaiyyətində çox böyük bir maraq yaratdı. Təbii ki, bu maraq nədən ibarətdir və həmin o görüşdə nələr danışılıb, Xəzər Lənkəran qayıdırmı? Sualına cavab tapmaq üçün bugün veteran futbolçularımızı efirimizə dəvət etmişik. Zaur Ramazanov və Alim Qurbanov və eyni zamanda tanınmış meyxanaçı Xəzər Lənkəran klubunun sadiq azarkeşlərindən Karim abi qonağımızdır. Hər biriniz xoş gəlmişsiniz, hər birinizi salamlayıram. İstəyirsiniz elə mövzuya başlayaq. İstanbula nəyə getmişdiniz? Biraz İstanbul'a Alim başlasın. Alim müəllim, buyurun. Yəni vaxtınız xeyir olsun. Çox sağ olun bizi dəvət etdiyinizə görə təşəkkür edirik. İstanbula bildiyiniz kimi Mübariz müəllimlə görüşməyə getmişdik. Yəni bildiyiniz kimi Mübariz müəllim Xəzər Lənkəranın sabiq prezidenti olub. İndi Xəzər Lənkəran da olmasa azarkeşləri özünüz bilirsiniz ki Yaşadır klubu. Yaşadır klubu. Ürəklərdə yaşayır. Yəni Mübariz müəllimə dəvət göndərmişdi və Fidan xanımdan mətbuat katibi Quliyeva Fidan xanımdan göndərmişdik ki, bəs Mübariz bəy ilə görüşmək istəyirik. Zaur Ramazanovla, mən Alim Qurbanov. Dedi, mən sizlə əlaqə saxlayacağam. Elə üstündən bir gün keçmədi, Fidan xanım zəng elədi mənə, bəs dedi, Mübariz müəllim çox müsbət qarşıladı, sizlə görüşməyə hazırdır. Vaxt deyəcəksə gələrsiniz. Elə oldu ki, bir 10 gün bundan qabaq xəbər göndərdi ki, bəs filan vaxtı 4-cü gün gözləyirik sizi. Elə Zaur Ramazanovla bir yerdə elə Oqtay müəllim də elə sağ olsun bizdə dəvət elədik. Bəli. Oqtay orada işi var idi. Biz elə orada fürsətdən istifadə edirik. Yəni bildiyiniz kimi Zaur Ramazanov samolyotdan qorxur ki, təyyarədən qorxur. Ona görə mən də məcbur qaldım, elə dedim, qardaşlarımı elə tək qoymayım, bir yerdə elə İstanbula getdik. Və görüşlə bağlı, yəni görüş öncəsi nə kimi həyəcan var idi? Valla görüş öncəsi... Siz yəni planlı getmişdiniz, yəni plan hazır idi ki, siz nəyə danışacaqsınız? Biraz zəhmət olmasa yaxın. Biz Lənkərana gedənlər həmişə bizdən soruşurlar ki, Xəzər nətər olacaq? Olacaq başlayır. Suallara cavab axtarmaq üçün getmişdiniz. Biz də getdik ki, biz maraqlanaq ki, biz Mübariz müəllim baxacaq komandaya, yoxsa nətər olacaq da, stadionun axırı nətər olacaq. O bizə söz verdi ki, mən baxmağa hazıram. Yəni, inşallah bu yaxınlarda komanda olacaq. Biz də onu azarkeşləri satdırdıq. Komanda olacaq deyirsiniz, yəni təbii ki, bütün azarkeşlər, birazdan Kərim abi də öz fikirlərini deyəcək. Yəni azarkeşlərdə o ümid yarandı ki, yəni bizə də, yəni bir jurnalist kimi sosial media hesablarından müxtəlif mesajlar gəlir ki, yəni komanda necə olacaq, ikinci liqadan mı başlayacaq, stadion məsələsi necə olacaq, klub prezidenti kim olacaq, kimə həvalə ediləcək, sponsoru kimlər olacaq və yaxud da kim olacaq? Yəni bu suallara cavab tapa bildinizmi? Yəni ümumi görüşün nəticəsində nə kimi qənaətə gəldiniz? Mən belə deyərdim, biz tək öz adımızdan yox, Xəzər sevənlərin adından getmişdik ki, Mübariz bəylə görüşdük, çox yaxşı isti qarşıladı. Demək olar bir günü bizə həsr elədi. Saat 12-dən axşam saat 10-a kimi bir yerdə oldu. Yəni geniş müzakirə etmişsiniz. Geniş müzakirə elədik. Şəkillər də çəkdi, özünüz bildiniz. Bu yaxınlarda ad günü idi. Forma da verdik ona, top da hədiyyə elədik. Biz yəni dedik ki, Mübariz bəy, bizim sualımız tək bizim yox, bütün Xəzər sevənlər, Xəzər Lənkəran inşallah nə vaxt qayıdacaq? Deyir, inşallah yaxşı olacaq. Bizə belə məlumat verdik. Köhnə oyunlardan müzakirə elədik.
Qızıl oyundan danışdı. Birlik Milli kubokundan. kubokda götürdüyüm nailiyyətlərdən kubok oyunu. Belə çox yaxşı müsbət. Elə alim müəllimlə mən mütəmadi telefon danışıqlarımız olurdu və mən alim müəllimə deyirdim ki, yəni bizim buraxılışa sizi qonaq olaraq dəvət etmək istəyirəm. Mənə bildirirdi ki, vacib bir görüşümüz var, vacib bir görüşümüz var. O görüşdən sonra söz verirəm ki, ilk olaraq Futqaz TV-yə qatılacağam və bu məsələ ətrafında, təbii ki, Xəzər Lənkəran məsələsi ətrafında müzakirələr apararıq və ona görə dərin təşəkkürümü bildirirəm sizə. Yəni o görüşün ümumiyyətlə, yəni necə oldu, sizi necə qəbul etdi Mübariz müəllim, neçə saat görüş davam etdi və yekunda, yəni siz nə qənaətə gəldiniz, belə deyim? Belə deyərdim ki, Mübariz müəllim bizim görüşməyimiz yəni təsadüfi olmadı. Planlaşdırmış şəkildə getmişdi. Yəni bizi dəvət eləmişdi. Buradan da çox sağ ol deyirik Mübariz bəyə də Oktay müəllimin adından, Zaur qardaşımızın adından bizi dəvət elədiyinə görə. Çox yaxşı isti qarşıladı. Demək olar bir günü bizə həsr elədi. Köhnə futboldan danışdıq Lənkəranın köhnə oyunlarından, Qızıl oyundan, Birlik kubokunda çempion olmağımızdan. Hətta kubok oyunun həmin 20 il bundan qabaq saxladığım topu da hədiyyə elədi Mübariz müəllimə. Doğrudan da çox sevindi. Dedi, ən böyük hədiyyə mənim üçün budur. Demək olar bir günü bizə həsr elədi. Yaxşı söhbətlərimiz oldu. Bildiyim qədərilə xatirələri bölüşmüsünüz. Xatirələri Yəni bölüşdük. qazandığınız Birlik Nailiyyətləri, kubokundakı bəli. uğurları, Qızıl oyundakı iştirakı o dövrdə, sonra fərq çempionluq yarışında kubok qazandığınız dövrdə. Yəni bundan başqa, yəni Xəzər Lənkəran qayıdacaqmı sualına necə cavab tapa bildiniz, yoxsa Zaur müəllim çox belə təəccüblü baxırsınız? Yox, inşallah qayıtmağını söz verdi. Yəni plan nədir? Yox, söz verdi ki, Xəzər Lənkəran qayıdacaq. İndi hansı liqadan, yəqin ki, federasiya ilə danışacaqlar. Ola bilər ki, ikinci liqa, ola bilər zonal liga başlayaq. Yəni hardan icazə versələr, oradan da davam edəcək Xəzər Lənkəran. Yəni Xəzər Lənkəran bir borcu yoxdur. Yəni o məsələ, yəni o klubun d- stadionda vəziyyət, yəni bərbad Dediyinə gündədir, görə, bilirik. Yəni bütün borclar ödənilib. Aha. Bir xəbər çıxmışdı ki, qardaşı ilə bağlı stadion satılıb kiməsə və s. elə bir söhbət var idi. Stadion özündədir. Burası onu bu yaxınlarda 2025-də remont eləmək istəyirdi. Təmirə, bəli. Yəni sonradan başqa bir işləri araya girdi, qaldı. O fikir qaldı, amma fikir var ki, stadionu remont eləsin. Və o görüş fonunda nəsə bir belə bir strategiya ilə bağlı nəsə sizə bir belə deyək tövsiyələr olundumu ki, Oldu. neyin, Dedi- hansı istiqamətdə hazırlıqlar aparın? Dedi ki, siz bir nətər deyim, siz dedi mənə bir Bizə Büdcə dəstək kimi olun də. ki, Aha, dəstək dəstək. olun ki, Xəzər Yəni, Lənkəranın qayıtması üçün bizə dəstək olun. Tək siz yox, azarkeşlər. proqram olmalıdır. Yəni bu nətər Nə olacaq? Yəni bütün sistemli şəkildə, bəli. Məsələn, ikinci divizionda nə qədər büdcə ola bilər, siz deyə onu mənə hazırlayıb verə bilərsiniz. Yəni o söhbətlər də oldu. Aha, yəni bu görüş yəni böyük ümid yaratdı. Təbii ki, azarkeşlər arasında da Kərim abi necə qəbul etdi bu görüşü? Bu görüşdən nə kimi belə deyək, perspektivdə nəticələr çıxarmaq olar? Çox gözəl qəbul elədim görüşü. Bütün azarkeşlər kimi hamı oradan nəsə gözləyir ki, görək necə olacaq. Ümumiyyətlə Lənkəranı futbolsuz qoymaq olmaz. Məsələn, mən bir neçə gün bundan qabaq Lənkərandaydım, indi oralıyam da. Bəli. Bizim Lənkəranda 5-6 dənə başqa yerdə stadion var, mini pole oynamağa. Bir dənə yer tapa bilmədik oynamağa. Lənkəranda yəni 3 milyon əhalisi yoxdur, 200 min əhalisi var. Bəli. Bizdə bütün küçələrdə futbol oynayırlar. Yəni iddia edirəm ki, Azərbaycanda 2 dənə belə şəhər varsa, biri onun Lənkərandır. 2 dənə varsa, biri Lənkərandır. Biz yəni futbol dinən 1 saat sonra Futbolla nəfəs alır. 1 saat sonra Xəzər Lənkəranın oyununu saatla 1 saat sonra Xəzər oynayır, o stadion ağzına kimi dolacaq. Bizə komandanı qaytarmaq lazımdır, biz də onu gözləyirik. Amma bu hadisə necə baş verəcək, necə baş tutacaq, o elə bir sualların cavabı məndə deyil. Yəqin ki, o görüşdə də konfidensial olaraq nələrsə danışılıb, hansı Böyük ki, ehtimalla. onlar mediaya deyilməməlidir. Strategiyadır, komanda necə qurulacaqdır, bu hələ
sonrakı işdir. Hələ birinci o mismara çəkic dəyməlidir. Məsələn, stadion təmir olunmalıdır. O qədər oradan görülməli iş var. Ondan sonrasını onsuz Xəzəri istəyən futbolçular, Zaur, Alim, o ən asan tərəfi odur ki, komandanı necə quraq. Ən çətin tərəfi odur ki, oradan necə gələcəyik. Bu dəqiqə bir dənə adi o paylaşımın üstündən bütün Lənkəran azarkeşləri, hamı, yəni nə qədər zəng gəlir telefona. Yəni mən meyxana yarışında olanda mən o qədər zəng gəlməmişdi. Xəzərdə SMS göndərsəydi qalib olmuşdun indi. Xəzərdə o qədər zəng gəldi ki, bəs belə. Biz də onu elə bil gözləyirik. Mənim bir dənə sözüm var ki, Xəzər Lənkəran dünyada yeganə komandadır ki, özü yoxdur, azarkeşi var. Bəli. Hətta şey olur, görsən internetdə belə yarışmalar keçirilir və azarkeşlərin yarışdırırlar. Məsələn, orada Qarabağ, Neftçi, Kəpəz, Xəzər Lənkəran qırğın gedir rəylərdə və kimlərsə Xəzər Lənkəranla dalaşır. Bir görürəm biri yazır ki, qardaş bu komandadan biri yoxdur. Yəni biz olmayan komandanın azarkeşi ilə qırğındasınız. Biz 10 ildir yoxdur bu komanda. Adı özü xofdur da. Yox, xoflu dalaşmır. Yəni məsələn rəqabətində komandanın biri yoxdur. Məsələn, olan komandanın azarkeşi ora gəlib düşə bilmir. Düşünürəm ki, Azərbaycan futbolunun bir yeni bir dalğaya, yeni bir dəstəyə ehtiyacı var. O dalğa da ki, Xəzərdə olur. Mütləq ki, bəlkə Xəzər Lənkəran gələcək 10 il çempion olmayacaq Azərbaycanda. 20 il çempion olmayacaq. Amma Xəzər Lənkəranın varlığı futbola elə bir yeni motordur da, yeni bir o katalizator kimi təzə işə salacaq. Yoxsa bu dəqiqə yeknə səqliyi baş alıb gedir də, yəni Bakının içində öz aralarında oynayırlar da, yəni Bakı çempionatı kimi. Və stadionla bağlı məsələ, yəni təbii ki, əsas komandanın qayıdışıdır. Yəni məncə stadionla bağlı ikinci liqada olsa belə təmir olunana qədər Bakıda da bir sıra klublarımız hamısı Bakıda oynayırlar. Yəni ən azından o keçid müddəti var, dövrü var, onu atlatmaq üçün. Başqa stadionumuz var Lənkəranda. Lənkəranda fərqli stadionlar var. Məsələn, Cəlilabadın özündə. Bəli, o zonada, bəli, o zonada oynaya bilərsiniz. Bəli, buyurun. Bir şey qeyd edeyim. Buyurun. Bildiyiniz kimi ki, qabaq Xəzər Lənkəran olub. Amma Mübariz müəllim götürəndə 2004-dən götürdü. Onda stadion yox idi. Şimdi ora. Başqa stadionları sökdülər, Amma onu yox, yox, stadion vardı. Şila var idi, Şila var. Hə, bir dənə stadion var var idi, idi. amma elə Ha, təmiri şimdi. idi. Həmin stadionu ki, Mübariz müəllim təmir elədi. Həmin ildən də biz oynadıq. Sumqayıtda qaldıq, məskunlaşdı. O Keçid dövrünü orada bəli. oynasa Cəlilabadda da oynadı Zarun dediyim kimi. Amma indi stadion var. Prosta təmirə görə yəni Mübariz müəllimin əlində o heç nədir. Onu 1 ilə 6 aya 1 il ərzində mənə elə Əsas gəlir ki, büdcədir, büdcə əsas olandan büdcədir. sizin- Biz- Burada əsas məsələ nədir? Mən bunu demək istəyirəm. Klub prezidenti kim olacaq? Mən düşünürəm ki, yəqin ki, ikinizdən biri olar. Fərqi yoxdur klubun. Potensial klub Xəzər Lənkəranın yeni prezidentləri Mübariz müəllim Əsas özü odur ki, olacaq. komanda olsun. Əsas Mübariz müəllim olacaq. o fəxri prezident ola bilər. Məsələn, siz klub idarəçiliyi sizdə ola bilər. Zahir idarə kimi edə bizə bilərik. fərqi yoxdur. Kim olur olsun. Dicbir Fərqi Xəzər yoxdur. Lənkəran. Kərim abi Ay. olsun klubun. Kimsə fərqi yoxdur. Klub olsun. Yəni Desinlər ki, klub Lənkəranlar çırmalanıb gəlib o stadionu özləri tikərlər də, yəni təzədən. Bəli. Bizə yəni desinlər yəni. Nə qədər adam, yəni Xəzər Lənkəran məşq olurdu, məşqə təsdiqləyirlər. Biz günəşin altında gerdik, yanardıq, məşqə baxırdıq. 2000-3000 adam. Yadımdadır. Yəni avqust ayında çay qırağında, o quraqlıqda, bəlkə oyunçular deyinə çıxırdılar məşqə ki, oturmuşdum da yuxarıda. Mənim Biz oynayıb yəni baxırdıq. bu arada burada ekskluziv bir məlumatı paylaşım. Elə alim müəllimin heç xəbəri yoxdur, mən deyim. Mən tələbə olan vaxtı birinci kursda oxuyurdum. 2006-cı il idi. 2005-2006, 2005-də. O dövrdə Milli Ordu İdman Klubunun meydançasında məşq edirdi ya da oyuna gəlmişdiniz, ya bilmirəm. Və mənim ilk Azərbaycan futbolunda ilk avtoqraf aldığım futbolçu Alim Qurbanov. Görürsən. Yadınızda Qaytarım da olmaz. onu. Təbii ki, yadda olur. Şu an və Don illər keçir qaytar lazımdır, üstündən. Bəli, illər keçir üstündən hardasa 20 il keçib. 20 ildən sonra biz artıq tərəf müqabili kimi, mühasib kimi, müsahib kimi Alim baba onda şey, müsahib kimi. Otağına girirdin, otağı tərtəmiz. Hamısının köynəklərini, bizə gəlmiş, getmişlik gəlirlərin çoxsun, hamısının köynəklərini. Bizdə bir dəfə Çox hamısı gəldi otağına yığılmışdı.
Lənkəranda qaldıq. Palma Life deyilən biz oteldə Kərim abi yaxşı bilir. Orada mənim Olmuşam, otağım otelə var. gəlmişdim. Emin Quliyevlə də qalmışam. Oktay Dərəlovla, Ruslan Poladovlu. Çox bir futbolçularla qalmışam. Kamran da mənim otağımda böyründə qalır. Mənim də otaqda da hər şey eləmişəm. Qapının pərdəsinə kimi, nə bilim, yerə xalça. Mənzil kimi yəni. Xaladenik zat, hər şey. tərəf. Doğrudan. Soyuducu zat, hər şey qoymuşam. Televizorda komandanın formalarında hamısını yuxarıda. Bir də gördüm Kamran qapını dördü axşam gəlirdi. Yeməyə nəyim var? Gəlirdi, yedilər. Rızarın özü bilər. Bir dəfə UEFA-dan nümayəndə gəlmişdi. Lənkəranın meydan sənədlə bağlı. Müais müəllim dedi ki, aparın onu alın otaq. Oranı seçdi. Yəni muzey kimi də demək olar. Yəni orada bir kubokdan başqa hər şey var. Hər şey var. Axşam da acıdın, bilirsən. Restoranın şəklində çəkib saxlamamışam. O vaxtda telefon şəkli çəkən Kayet düzəldi. Fərqli deyil. Bax bir də gələn suallardan biri ondan ibarətdir ki, təbii ki qeyd etdiniz onu 2-ci liqadan əgər olsa, yəni region liqası 2-ci liqadan Xəzər Lənkəranın yerində və bu ad altında mı fəaliyyət göstərir yoxsa başqa ad altında, yəni Xəzər Lənkəran adı kimi gedəcək Orası yoxdursa yoxsa elə Xəzər Lənkərandır. Yox, bir nə Lənkəran komandası var da. Xan Lənkərandır, hə? Yoxsa Yox, Lənkəran. Lənkəran. Əvvəl Xan da var idi, səhv eləmirəmsə 2-3 il bundan əvvəl Yəni Xan Lənkəran. o da ola bilər məsələn, amma Xəzər Lənkəran adı ilə. Mübariz müəllim elə insandır ki, o prinsipial insandır. Mən az da olsa belə tanıyırım. Xəzər Lənkəran o dəyişməz adını. Elə Xəzər Lənkəran kimi öz adını istəyər ki, qalsın. Yox, dedi öz adı ilə. Öz adı ilə. Dedi fərq eləməz bizə hansı liqadan buraxır, amma öz adı ilə. Öz adı ilə deyir. Bunun ilkin başlanğıcı nə olacaq? Yəni bir addım atılmalıdır ki, Kərim abi, yəni bilinsin ki, artıq bu prosesə başlanıldı. Mən deyirəm ki, mütləq ki, orada konfidensial proseslər var. Var, məncə Hansı var, ki, müəllimlər biz- düzdür bu şeyləri bəzilərini açıqlamaq. Yəni məsələn verilişdə müzakirə edə Bəli, bəli. bilmirik. 100% ki var. Böyük. Çünki məsələn mən bir azarkeşəm də, mən Xəzərin azarkeşiyəm. Mən azarkeş hissəsinə qədər bilirəm. Yox, biraz çox da bilirsən. Yəni azarkeş hissəsinə qədər bilirəm. Yox, mən Amma o necə başlayacağın, tək ki başlasın, bir yolunu taparlar. Yolunu tapar. yox biz federasiya ilə danışmalıyıq. Bəli, bununla bağlı müraciət eləməlisiniz. Onlar da bildiyimiz kimi milli komanda Bəli, təlim məşqləri. ayın 10-u qaydası ilə, ayın 10-u inşallah görüşüb danışacağıq. Yəni iyunun sonlarına doğru bir çox məsələ, yəni ən azından bir addım atılmış olacaq da, yəni nə ilənsə bağlı. Yəni İnşallah. bu əziz Xəzər Lənkəran azarkeşləri, yəni Lənkəran futbol sevərlər, Lənkəranlı futbol sevərlər bu səfərin çox önəmli nəticəsi o oldu ki, bir ümid yaratdı və o görüş, Mübariz Mənsimovla görüş, orada aparılan müzakirələr və Mübariz Mənsimovun özünün də sosial media hesabından elədiyi paylaşımlar və Xəzər Lənkəran futbolu ilə bağlı səsləndiyi, orada qeyd etdiyi fikirlər çox önəmlidir. Məncə onların hər birinin, hər cümlənin altında öz mənası var. O cümlələrdə biraz geniş də açmaq olar. Amma bundan əvvəlki dövrlərdə paylaşımlar olurdu, deyilirdi. Lənkəranla bağlı Mübariz Mənsimov bir paylaşım eləyəndən sonra azarkeşlər yenidən tökülüşürdü həmin o rəy bölümünə. Lənkəran yəqin ki qayıdır. Yəni klubun sabiq prezidenti bununla bağlı nəsə bir yazdı, deməli nəsə perspektivdə nəsə görsənilir və s. Amma artıq səfər baş tutdu və qeyd etdiyi kimi, yəni bir 8-9 saata yaxın söhbət olub, müzakirələr aparmısınız. Və mən buradakı deyilənlərdən belə qənaətə gəlirəm ki, Xəzər Lənkəran tezliklə qayıdacaq. Yəni mənim şəxsi fikrim olur. İnşallah. O Yəni köhnələrdə clickbait eləyirdi bəzi jurnalistlər. Məsələn, bir neçə ay bundan qabaq ya Masallıda ya Cəlilabadda bir stadion satışa çıxarılmışdı. Bir də gördüm ki, mediada belə bir xəbər var. Mübariz Mənsimov Xəzər Lənkərandan tamamilə imtina eləyib, çünki Xəzər Lənkəran stadionunu satır. Xəbərin içinə girsən, görürsən ki, Cəlilabadda stadion başlıq satılır cəlb eləmir. və bunun heç Mübariz müəllimlə bir əlaqəsi yoxdur o hadisənin əslində. Xəzər Lənkəran stadionu yerindədir. Bu həmin jurnalistin
deyək ki, mən ona bir hüsn zənn edirəm, sui-zənn eləmirəm. Deyək ki, onun xəbəri yoxdur, amma xəbəri olsa belə o an üçün, o an etibarı üçün ona önəmli deyil. Ona lazımdır ki, orada 100 min şərh gəlsin. Bəli. Bu da biraz belə bəlkə bilmirəm jurnalist etikasında necədir, amma insanların hissi ilə oynamaq etikasında pisdir. Sən insanların hissi ilə oynaya bilməzsən. Məsələn, biz bu günləri bu formada danışıb milyon faiz deyə bilmirik ki, narahat olmayın. Ayın 8-i komanda məşqə çıxacaq. Bunu bu qədər rahat demək olmur. Çünki bilmək olmur. Bəlkə Xəzər Lənkəranın belə bir sanksiyası var, biz heç bilmirik. Sabah affa çıxardacaq ki, bu falan sanksiya var buna. Məsələn, indi bu dəqiqə nə müzakirə olunur? Turan Tovuzun 6-7 il bundan qabaq olan məsələsinə görə UEFA konferans liqasına gedə bilmir. İndi bizdə oyun alqı satqısı təbii ki olmuyor. Bizə qarşı olunub olar. O heç. Onu biz belə yəni ağ rəngi necə görürük ya, bu elə görmüşük yəni. Nəsə qol vururduq, saymırdılar. Dəhşət bir şeydi Quran. Elə şey yoxdur Quran haqqı. Rəvanla Xəzərin oyunda Xəzərin qapısına bir penal verdilər 2016-da. Onu hələ də paylaşırlar. Axırıncı oyunda onu götürdü bir dənə xarici səhifə paylaşdı. Ürəmə əsəbləşdirmək. Paylaşdı, yazdı ki, bu zarafatdır. Yəni belə penal olur. O oyunçu vardı, sevinirdi penala ya. Mən ən çox yandıran o. Oyunçunu axtardı. Hakim yox. Yox, oyunçu kim idi? Xəzərdə də oynayıb özdə oyunçu. O necə sevinirdi penal? Adam necə elə penala sevinir? Sən görmürsən penal deyil yəni. Nəyə sevinirsən? Nəsə. O sözüm onda yox. Yəni ola bilər ki, sabahları belə bir maneə çıxar, belə bir şey olar. Bizim Nostradamus da örüyü də hər şeyi bilək. Amma hal-hazırda Xəzər Lənkəranın qaytarılması üçün işlər gedir ki, Xəzər Lənkəran yenidən bərpa olub Azərbaycan futboluna geri dönsün. Əziz tamaşaçılar, onu demək istəyirəm ki, yəni bu buraxılış o qədər mənim üçün çətindir ki, nə baxımdan. Yəni çünki bilirəm ki, içdə olan fikirlər var. Kərim abi də söylədiyi kimi gizli saxlanılmalıdır. Bəzi şeylər onları çıxarda bilmirəm deyə. Ona görə mənim üçün biraz çətin gedir. Bir məsələ, yəni sponsor məsələsi. Yəni təbii ki, böyük dəstək rıçaqı olacaq Parmali şirkətlər qrupu böyük ehtimalla, amma kənardan sponsorların da olma ehtimalı varmı? Bəlkə indi orada o qədər şeylər danışmısınız. Çoxdur. Yəni bu yəni futbolçular onu bilib bilməmə şey deyir ki, stadion kənarında onsuz gətirib sponsor banner qoyur da pul ödəyir də onun üçün komanda. Yox, ümumiyyətlə deyirəm. Yəni ümumi əsas sponsor kimi. Əsas sponsor kimi Yalan Palman olacaq. Yəni reklam işləriniz. O heç, o ümumi yox, o gəlirlər elədir. Bəli. Hətta yəni ondan başqa olmur ki, ancaq elə girə bilirsən. Əsas maliyyə dayanıqlıdır. Yox. Əsas maliyyəni Mübariz müəllim eləyir, başqa heç kim. Başqa heç. İnanmıram kimsə. Aha. Yəni qoymaz da kimsə eləsin özündən başqa. Bəs orada sonra Azərbaycan futbolu ilə bağlı nə kimi müzakirə olundu, mövcud vəziyyətlə bağlı Mübariz müəllimin nə fikirləri vardı? Ümumi hazırki Qarabağdan. Aha. Qarabağın nailiyyətləri. Yəni nailiyyətləri əladır, gözəldir. Yəni Qurban müəllimi təriflədi. Yaxşı kollektiv. Qarabağda görən işləri yəni yüksək qiymət. Və milli komanda ilə bağlı. Milli komanda ilə danışıq olmadı. Yəni o şeyə gəlib çıxmadı, amma belə klublar olaraq biz danışdıq. Məsəl üçün bir Sabah klubu çempion oldu. Yəni belə klublarla, millidən yox, millidən danışmadıq. İşlərimizi soruşduq, sən harda işləyirsən? Doğrudan, yəni nə dediniz? Dediniz yəni uzun müddətdir. Alim harda işləyir? Yəni gördük ki, futbolda çox sevinirəm ki, Futboldan kənar deyilsiniz də. Futboldan kənar deyilsiniz, elə futbolun içindəsiniz. İnşallah deyir, Lənkəran düzəlsə elə mənə kömək eləyərsə elə Lənkəranda dəstək olarsınız, bir yerdə işləyərik. Kərim abi, sən sənət dünyasını necə Lənkəran futboluna cəlb eləyə bilərsən? Sənət dünyasını? Mən belə bir məqsədim yoxdur. Lənkəran ümumiyyətlə. Lənkəran onsuz Lənkəranlılar. Bilirəm, zaten orada azarkeşlər oynadır. Məsələ var ki, yəni azarkeş komandanı oynayır, amma müəyyən uğurlu Xəzər Lənkəran uğurlu modeli yaranandan sonra avtomatik o Xəzər Lənkəran prestijli komandadır. Avtomatik olaraq özünə diqqət cəlb edəcək. Məsələn, Qarabağdan danışırsınız. Qarabağ çox uğurlu futbol komandasıdır. Uğurlu futbol bir məktəbi var orada. Adam olan oyuna baxmaqdan zövq alır. Eynilə Sabah. Biz bu tipli komandaların sayını artırsaq ki, bu niyə də Xəzər Lənkəran olmasın?
Və bu rəqabət böyüyəndə çempionatın avtomatik olaraq səviyyəsi də böyüyür. Məsələn, əvvəl Azərbaycan legioner gətirəndə legionerə 5 idisə 6 verirdilər. 1000 dənə də dil tökürdülər ki, sən Allah gəl bizdə Azərbaycan çempionatında oyna. Sən ona uğurlu komandalar göstərəndən sonra bu günləri Qarabağ gedir Avroliqada, Çempionlar Liqasında elə nəhəng komandalarla rahat sərbəst futbol oynayır ki, bu o deməkdir ki, bunu Azərbaycan eləyə bilir də, biz bunu eləyə bilirik. Bu gün Xəzər Lənkəran yoxdur. Xəzər Lənkəranın 2 dənə futbolçusu xaricə transfer olunur. Biri Nəriman Axundzadə oynayır Amerikada. Düzdür, bunlar Qarabağdan gediblər. Yəni Amma orada futbol bişiblər, amma məktəbi Lənkəran məktəbidir. Turalda Bursaspor. Toralda gedib Bursaspor. İkisi də Xəyal Royalda məşq ediblər də. Bəli. Əkizlərdə, Lənkəranın o əməkdar məşqçiləri. Bəli. Hə. Yəni bu gün Lənkəranda yenə elə futbolçular var. Sabahları onlar Azərbaycan millisində də gələcək oynayacaq, xaricə də gedəcək. Yəni biz futbol ölkəsinə çevrilə bilərik. Bəlkə 5 aya çevrilməyəcək, çevriləcək 10 ilə. Çünki indiki 18-19 yaşında uşağı əgər qabı artıq dolmayıbsa doldura bilməyəcək, çətin olacaq. Amma 13-14 yaşında uşaqlar 10 ildən sonra bəlkə də ulduza çevrilə bilərlər. Yəni ki, Qarabağın o cür uğurlu futbol modelinin onun alternativi lazımdır. Məsələn, Sabah alternativdir. Ola bilər gələn il Neftçi də olur. Çünki Neftçi də artırır son vaxtlar. Xəzər Lənkəran onun yanına gəlsin, Turan olsun, oynasınlar, olmasın Xəzərə çempion. O bir öyrəm kiminsə komandası uduzur, əsəbləşir. Deyirəm ki, sən heç olmazsa əsəbləşməyə komandan var. Yəni məndə heç o da yoxdur. Mənim yerim olsa nə edərsən? Yəni ki, belə. Əlavə Lənkəran futboluna, Xəzər Lənkəranla bağlı, yəni deyəcəyiniz nəsə varmı? 1-2 sual Azərbaycan futbolu ilə bağlı verəcəm sizə, maraqlıdır fikirləriniz. Xəzər Lənkəranın Son mesajınız nədir? Lənkəranın azarkeşi Futqaz TV vasitəsilə Xəzər Lənkəranlı azarkeşlərə mesajınız. Zahir Ramazanov olaraq, Alim Qurbanov olaraq və azarkeş olaraq Kərim abi. mesajımız odur ki, inşallah səbirli olsunlar. Biz də gözləyirik. Bu yaxınlarda inşallah sevinərlər. İnşallah gecə tezi var. Gecə Allahın tezi, köməyi ilə inşallah. azarkeşlərlə Federasiyadan da çox ümidlə yaşayırıq. Aha, bəli, müəyyən görüş. Federasiya ilə görüşləriniz olmalıdır. İyunun 10-undan sonraki periodda, yəni bu ay sonuna qədər məncə müəyyən bir addımlar atılmış olar. İnşallah. İnşallah. Azərbaycan çempionatını dəyərləndirək, mövcud bəli Kərim abi dedi, digər klublar falan. Bu mövsümki Sabahı necə dəyərləndirərdiniz və Qarabağ hegemoniyasının sonu deyək də buna, yəni bu oyun olaraq, bu doğrudan da meydanda da bunu göstərdi Sabah. Bu digər klublara nə kimi stimul verə bilər gələcək mövsüm? Artıq Qarabağın yenidən bilirik ki, yenidən qurulma ilə bir qabıq dəyişməyə başlayır. Artıq yeni transferlər, bir sıra oyunçular ayrıldı. Ümumi bir dəyərləndirmə. Qarabağı mən deyərdim ki, Liqa çempionluğunun çox gücünü aldı əlindən. Bəli. O vaxtki heyətlərə baxanda bu 11 legioner oynamamaq olanda ikinci heyətlə Qarabağ çıxırdı asanlıqla Rahat oynayırdı. Ovusu oyuncularına istirahət verə bilirdi. Amma həm orada, həm liqada, həm çempionatda iştirakı onlara böyük təsir elədi. Çətin. Çətin oldu olasın. Amma Sabah komandasında demək olar ki, bu məşqçi, yeni məşqçi, yəni çox işlər görür burada. Çünki oyun stilindən görsənir ki, yəni iş görülüb. Yəni çempionluğa da demək olar ki, layiq idilər. Çünki oyunlarla da göstərildi ki, layiqdilər. Mənə elə gəlir ki, o Sabahda, Qarabağda bir neçə mərhələ keçə bilərlər. Qarabağ heç Qarabağ əsas mərhələyə yüksələ bilər. O büdcənin içindədir. Bəli, o büdcə, bəli, yaxşı büdcəsi var. Amma Sabah da tezə başlayır. Mənə elə gəlir ki, Sabah da hazırdılar. Oynama Avropa üçün. Alim mənim. Mən ilk növbədə Sabah komandasını təbrik edirəm çempionluq münasibəti ilə. Doğrudan da Sabah bu il çox gözəl oyun nümayiş etdilər, haqq etdi bu çempionluğa. Tək bir klub, 2 klub yox. Mən istəyərdim ki, klubumuz daim artsın. 12 yox, 15 yox, 20-yə yaxın klublarımız olsun. 6-7 komanda
çempionluq uğrunda mübarizə aparsın. Yəni sizin yadınızdadır 2005, 2006, 2007-də 17, 18 klubumuz var idi. Bəli. Bakı idi, İmişli idi. Çox klublarımız çempionluğa iddialı oynayırdılar. İstəyərdim ki, elə klublarımızın sayı çox olsun. Həm maraqlı da olar, Rəqabət də rəqabət də olar. İndi özünüz bildiyiniz kimi Xəzər Lənkəranla Neftçi olanda derbi deyəndə bir şəhərin klubu iki klubu deyir. Bəli. Amma biri Cənubdan, biri Bakıdan oynayanda amma deyirdilər ki, derbidir. Doğrudan da Neftçinin də Azərbaycan azarkeşləri. Derbi deyəndə Neftçi ilə Xəzər düşürdü yadda. Bəli, bəli. Yox, derbi bir şəhərin Yəni əslində iki komanda. İki komandası. İki komandası derbi sayılır. O bizim El Clasico'muz. Və O vaxt El Clasico, yadınızda bəli, bəli. ki, Yaxşı Gəncə oldu. Tovuz oynayanda qırğın gedirdi Gəncə ilə. Qərib derbisi deyirlər. Sağ ona. Bu qədər. O əla vaxtlar idi özdə. Biz çempionat sırada cədvəli. Amma biz birinci baxırdıq ki, məsələn Xəzər Lənkəranla Neftçi haçan oynayır. Məsələn baxırdıq ki, 8-ci tur. Nə qədər qalıb ona? 54 gün. Sayır. O biri oyunlara da gedirdi ya. Bizdə məsələn şey var idi. Biz bir dənə Neftçi yeganə komanda idi ki, biz orada oyuna rəqibə görə, yəni necə rəqibə görə, digər oyunlarda hamısında gedirdi. Burada artıq işin də olsa işi atıb gedirsən. Məsələn indi ola bilərdi ki, Xəzər Lənkəranla Bakılı oynayardı. Həmin gün dərsə getməlisən. Deyirdin ki, bu gün də gedim dərsə, bir oyuna getməsəm də olur da 34 turdan birinə getdim də. Hə. Bəli. Neftçi mümkündür. Yəni məsələn sentyabrın 8-i Xəzər Lənkəran Neftçi oynayır. Həmin gün Vəssalam. yəni bütün Lənkəran, Bilirəm, şəhər dayanırdı. bütün Lənkəran həyat dayanırdı. Amma o İş- biri iş oyunlarda yerləri erkən bizdə bağlanırdı. Neftçi ilə artıq şey olurdu. Yəni belə. O biri oyunlarda da 10 binin üstündə həmişə azarkeş olurdu. Bizdə bir dəfə nə oldu? Xəzər Lənkəran şəhərli oynayır. Bilmirəm siz həmin oyunda meydandaydınız yoxsa. Birinci oyun 9-0 qurtarmışdı. Yox, 5-0 qurtarmışdı Vyezdə. İndi öz meydanında Xəzər Lənkəran 9-0 oynayırdın sən oyunda. 9-0. 9 Samir Əliyev oynayırdı onda. Nəsə 9-0 Lənkəranda Xəzər Şərrutdu, Kubok oyunu idi. Yəni Kubokun 32-də bir finalda yəni. 5-0 orada udmusan. İndi öz meydanda da 8-0 oyun gedir. 9-cu qolu arxamdan bir nəfər necə sevinir. Elə bil ki 0-0 orada olub. Burada vurduq indi keçdik qapıda. 9-cu qolda 14 dənə top, 15 top vurulub buna. Yəni bizdə o futbolun sevgisi başqadır. Yəni bütün bazar hamısı bağlıdır. Yəni Lənkəranda ən çox işləyən yer, yəni insanların bir çox hissəsi bazarda işləyir. Sahibkarlar, onun işçilər, yəni bazarda həddən artıq. Lənkəran bazarı o böyük bazar adlandır, yəni Lənkəranda. Ora futbol günü. Futbol açan olur 6-cı gün. Bazar açan işdir 6-cı gün. Bağlayırlar bazar, bazar bağlandı ki, bunu Xəzər oynayır. Tarixdə. Mən- bəli, üzr buyurun. istəyirəm. Buyurun. Bir dəfə orada da bilirsiniz ki, limondur, mandalindir, portağaldır. Gedib oradan cənub zonasının dadlı oldu. Bilmirəm hansı futbolçu ilə getmişik bazara. Orada da yaşlı nənələrimiz, xalalarımız, bacılarımız limon aldıq. Hamını da tanıyırlar. Deyir, valla bizi deyir, ərlərimiz qoymur stadiona, yoxsa gələrik. Deyir, ayıb bilirlər. Bəli, dedi. Kişilər qoysa biz də gələrdi. O deyirdi ki, bu kişi Yəni çox sevirlər. Elə ki, komanda olsun kişi. Gülərüz gəlsin evə. Deyirdi məsələn dua eləyirlər. Bəli. Məsələn, şey olurdu. Toydu məsələn. Toyda çevrilirlər. Məsələn bu günləri o olur. Azərbaycan millisi oynayır, hamımız ona Bəli, baxırıq. bəli, bəli. Qarabağ oynayır Oynayır, Çempionlar bəli. Liqasında, hamımız Bəli, ona bəli. baxırıq. Məsələn kimisə toyunda mən özüm indi toy adamıyam da. Bəli, Meyxanada bəli, görsən belə qoyur yanımızda bir nəfər. Görsən balaylı belə qoyur oradan, gedir oradan Qarabağın oynayır. Kimsə baxır ya oradan şeylər. Xəzərlə Simurq oynayır. Yəni Xəzər 20 xal Simurqdan qabaqdadır. Uduzsa da nəsə dəyişməyəcək məsələn. Xəzərlə Simurq oynayır. Kimisə toyunda onu veriblər ekrana. Kişilər də oturublar belə nə oynayır. Xəzərlə Simurqun oyununa baxırlar ki, görə 3-0-dur məsələn. Xəzər yenə də davam edir baxmağa ki, yəni yenə də buna baxın. Mən Lənkəranda Nomekaliu maçına getmişdim. 2-2. 2-2'lik maça getmişdim oyunda. Mən məsələn o şəhərdəki atmosfer yəni dəhşət idi. Yəni oyun günü bütün şəhər yaşıl, ağ rəngə bürünürdü. Yəni biz sanki biz İstanbulda hansısa bir Qalatasarayın və Beşiktaşın, Fənərbağçanın oyunundasan kimi o ərazidə eyni rəng. Yəni bu həqiqətən də futbola çox önəmli rəng qatırdı. Yəni mükəmməl bir şey. Biz də Azərbaycan futbolunun Kərim də qeyd etdiyi kimi rəqabətli olmağını istəyirik. Və rəqabətin də regionlara
doğru yayılmağını istəyirik. Region futbolunu hər zaman ön planda saxlamışıq. Hər zaman efirlərimizdə də regionda futbolun olmanın vacibliyini mütəmadi vurğulamışıq. Çox təəssüflər olsun ki, bu günlərim adı region olsa da oynanan Qubada və yaxud da heç olmasa Qubada oynayır imişli. Yəni regiona gedir. Şamaxıda yəni bir neçə klub oynayır. İndi Karvan öz meydanında oynayırdı. İndi 1-ci liqaya yuvarlandı. İndi Kəpəz qayıdacaq yenidən Gəncədə öz yeni arenasında oynamağa. Yəni regionlarda futbol olanda maraq daha böyük olur, azarkeş kütləsi daha çox olur. Odur ki, biz də maraqlı çempionat izləmək istəyirik. Çempionatımızın keyfiyyətini yüksəltmək istəyiriksə, keyfiyyətli futbol da izləmək istəyiriksə, təbii ki, ilk növbədə transferlər önəmli olmalıdır, keyfiyyətli oyunçular olmalıdır və onlar da təbii ki, regionda oynanılacağı təqdirdə azarkeşlərin də regionda futbolun münasibətini hər birimiz bilirik. Mən hər birinizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, növbəti buraxılışımızda artıq Xəzər Lənkəranın 2-ci liqada təqviminin müəyyənləşməsindən sonraki buraxılışımız olacaq. Növbəti buraxılışımız Lənkəranla bağlı və o verilişdə də böyük məmnuniyyətlə sizi gözləyəcəm. Dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Azərbaycan futbolunun günəşi yenə Xəzər dənizinin arxasından. Sizə də çox sağ ol deyirik bizi dəvət etdiyinizə görə. İnşallah uzun ömürlü olsun layihələriniz. Uğurlar arzu edirəm. Sağ ol, Təşəkkür edirəm. Zaur müəllimdən bir layihədə verilişdə üzə gəlmişdik. O verilişdə səsləndirdiyi bir fikir var idi. Hansı ki, Qarabağda oynadığı dönəmdə o kassaya yaxınlaşır bir dəfə, iki dəfə. İranov da sonra kassada xəzinədar deyib ki, yox, amma sən Ronaldosan, Messisən, bu qədər pul olar deyir. Türkiyə idi, prost əsli İrandan. Bəli, nə deyir? Mən Zaur Ramazanovdan forum oxumuşam harda. Zaur Ramazanovu verilişə çağırmışdılar. Dedilər ki, bəs ona suallar ünvanlayacaqlar. İçindən bir dənə sual seçməlidir. Hamı sual yazıb ki, məsələn, ən sevdiyin qol hansı idi, ən sevdiyin komanda, nə ən sevdiyin oyun. Mən girib yazmışdım ki, məsələn, mən sual yazmıram. Mən bir dənə söz demək istəyirəm ki, Xəzər Lənkəran bir gəmi idi. Gəmi bizdə gəmiçilər deyirlər axı. Və sən o gəminin kapitanı olmusan. Gəmi batanda həmişə kapitana ehtiyac olur. Bizim sənə ehtiyacımız var. Gəl Xəzər Lənkərana da qaytar. O dedi ki, mən burada suallar var, amma bir dənə burada sual yoxdur, onu seçirəm. Form olmuşdum, Ağabalan forması. Qarabağdakı forması. Dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Uğurlar diləyirəm. Bəli, əziz dostlar, Footcast TV-də Deməsən Olmur layihəsinin növbəti buraxılışını təqdim etdik. Yeni buraxılışlarda, efirlərdə görüşmək ümidi ilə hələlik deyirəm.